Biri yazıb ki, nə iş görürsən sən? Tövbə estağfurullah, demirəm, qarnım ağrır. Evdən çölə çıxmırsan, evin içində oturub onlayn dərs verirsən də bu işdir, gördüyün işdir. Çox özündən razısan, çox qıcıqsan. Mən sənin qohumun olsaydım, səninlə heç əlaqə saxlamazdım. Dəhşət üzüldüm. Dəhşət üzüldüm. Aybaşıva daş demirəm, ürəyim gəlmir. Aybaşıva böyle sərt armud düşmüş. Armud baş. Çürük armud. Səni öz qohumların, baba öz qohumların səni it yerinə qoymur. Bu yorum yazmandan bəllidir. İnsandır yazısından, davranışından, baxışından belə təxmini bilinir ki, kimdir. Bu nədir? Xoruz bir çıxıb. Ay bədbəxt. Evin içində oturubsan, həyatda hiçbir şey yaramırsan. Ailənə belə bir qatqıda bulunmursan. Heç kim sənin fikrini önəmsəmir. Səndən fikir almır. Gör nə bədbəxtsən, düşünsənə. Mən isə bəlkə də Azərbaycan və Türkiyədə bir ya da iki müəllimdən biriyəm ki, ölkələrə dərs verirəm. Ölkələrə. Tanımadığım, məni sadəcə sosial mediada görən insanlar məndən dərs almaq üçün sıraya girir. Allah onlardan razı olsun. Allahın sayesinde şükür. Hamısından Allah razı olsun. Ay bədbəxt. Bu söz ağlıma gəlir. Bunu həmişə deyirəm. Deyir, insanlar sizə söz atmaq istəsə, suyun üstündə belə yerisəniz, deyərlər ki, ora bax, üzə bilmir də, üzə bilsəydi yürüməzdi. Uğura getməyə çalışan, uğur yolunda gedən insanlara yaş fərq etməz. Yəni görsüz, mən Azərbaycanda tək demirəm özümü o eqolarda. Bir ya da iki müəllimdən biriyəm ki, ölkələrə dərs verirəm. Bax, ölkəyə, iki ölkəyə deyil, ölkələrə dərs verirəm, qitələrə dərs verirəm. İnsanlara zərifliyi, incəliyi, sayğıyı, hörməti aşılayıram. Sevgiyi, özünü sevməyi aşılayıram. Heç kimə məhəl qoymamağı aşılayıram. Və hansısa bir ağcaqanad başına armud düşmüş, gəlir belə şey yazır. Canlarım mən, elə şeylər sizə də yazacaqlar, sizə də deyəcəklər. Bir anda bəli, mən demirəm heç vecvizi almayın, elə şey yoxdur. İnsanı o anda toxunur. Həqiqətən. O anda deyirsən, bura baxı. Üzr istəyirəm, həyatında bir işə yaramayan, ailəsi belə onun fikrini sormur, Allah bilir. Heç it yerinə qoymur. Həyata belə boş-boş gəlib də, Allah iraq eləsin. Oturub, telefonu var, bir dənə yazmağı bilir deyə, çık. Uşaqlar da onu bilir. Qohumun olsam, mənim qohumlarım sevinir ki, mənim kimi Nəslin Nəcabətdə bir qızlar var. Başıma and içirlər. And içməyənlər də öz problemləridir. Allah onların da canını sağ eləsin. Heç mən dünəndən onları tanımıram. Amma çoğunluq %90'ı mənim başıma and içir. Elə mənim üçün dua edirlər ki, Allah hamısından razı olsun. Mənim kimi bir qız nəsillərində, toxumlarında belə xanım olduğu üçün öz uşağını ağlıyla, qanacağıyla, əxlaqıyla böyüdən bir xanım, dünyaya gözəllik aşılamağa çalışan, özünü sevən, özü üçün bir şey eləməyə çalışan, onun bununla gözqaş eləməyən bir qızlar olduğu üçün dua edirlər ki, öz balaları da mənə bənzəsin, gözəllikdə bənzəsinlər, gözəl həyatda, uğurda, əzmdə bənzəsinlər. Çəkdiyim acılarda heç biri bənzəməsin. Allah hamısının bəxtini gözəlləsin, bütün balalarımızın. Sən nə eləyirsən elə yenə deyəcəklər. Cahillər ki, dırnaq arası ağcaqanadlar hər zaman vardır. Evi nə qədər təmiz tutursan tut, bir ya da iki dənə ağcaqanad girəcək evə. Səsim biraz şey olub, inşallah özünə gələcək bir neçə günə. Sevirəm sizi, saçma baxın, şir evdən qaçdım. Amma belə də qəşəngim. Maşallah, maşallah. Sevin özünüzü. Allah'a emanet olun.